Hər kəsə salamlar. Bugünkü videoda hələ inanırsınız adını tam özüm üçün dəqiqləşdirməyəcəm. Amma sevdiyim iş mövzusunu açmaq istəyirəm. Çünki ilk dəfə də deyil, məndən ilk dəfə eşitməyəcəksiniz ki, əgər sevdiyin işi tapdınsa, sevdiyin işi görürsənsə, onda sən heç vaxt yorulmursan, sən heç vaxt bezmirsən, sən daima sanki belə hər gün yataqdan tullanıb o işi görmək istəyirsən. Bir növ bunu biz illərlə özümüzü tanımaq, bu erası başlayandan, özünü inkişaf etmək dövrü başlayandan bəri çox eşidirik. Və əlbəttə ki, insanın içində bir ümid yaranır ki, həm ümid, həm güclü istək, həm də bir növ tələb ki, mən də belə bir iş tapmalıyam, hansında ki, mən bu cür hiss edəcəm. İndi burada bir həqiqət varmı, yoxmu? Var, amma indi mövzunu açmağa çalışacağım. Onda siz özünüz bir qərara gələ biləcəksiniz. Bu yaxınlıqda bir videomda, məncə dərinə gedək rubrikasında, bəlkə də ideal obraz haqdaydı məncə. Orada mən danışıram ki, paylaşıram necə mənə hər dəfə bax bu videoları çəkməyə başlayanda çətinliklərdən keçirəm, vaxtlar olur ki, eləmək istəmirəm bunları falan filan, belə bir şeylər tam dəqiqliyi ilə xatırlamıram nə demişdim, amma bu cür bir şeydir və çox təbii olaraq bir xanım şərh qoyub videonun altında ki, bəs Aygün xanım deyirlər ki, bəs sevdiyin işi əgər görürsünsə, onda sən bunu həmişə eləmək istəyirsən də, yəni sizin bu təsvir etdiyiniz hisslər oyanmır. Onda siz işinizi sevmirsiniz, siz bu video çəkməkləri, paylaşımları sevmirsiniz, yoxsa bu düşüncə ki, sən həmişə işini sevəcəksin, sevə-sevə verəcəksən, bir cəfəngiyatdır. Gözəl sualdır, düşündürdü məni. Uzun zamandır onsuz da bu barədə fikirləşirdim, amma fürsət yarandı, paylaşım. Videonun əvvəlində dediyim kimi, bir növ bizə hər fərqli mövzularda cürbəcür ideyalar satılır. Ki, məsəl üçün, bu mümkündür, ideal mümkündür, sistem mümkündür, struktur mümkündür. Yəni, ideal bir versiyanın bir növ mümkün olduğunu bizə göstərirlər. Əslində, bilirsiniz, bu bəlkə də ən vacib səbəblərdən biri idi. Niyə ki, mən coachingdən biraz soyumağa başladım. İndi ki, belə keçid bir dövründəyəm. Harada ki, özümə hələ ki, ad tapmamışam, ad axtarıram ki, mən konkret nə ilə məşğul oluram. Çünki hələ psixoloq da deyiləm, baxmayaraq ki, psixologiyanı çox sevirəm. Zaten məncə videolarımdan məncə bəllidir. Və irəlidəki zamanda psixoloq diplomu da almaq istəyərəm. Hal-hazırda ki, sadəcə mənim situasiyam buna icazə vermir. Körpə uşağım var, zamanım yoxdur buna və resursum yoxdur. Amma artıq özümə coach da deyə bilmirəm. Çünki mən bir növ bizim daxili dünyamızı özüm vasitəsilə, öz şəxsi terapiyam vasitəsilə 3 ildir mən terapiyadayım. Anlamağa başlayanda mən başa düşdüm ki, bax bu, you can do it, sən eləyə bilərsən. İstədiyin hər şeyə çata bilərsən. Yetər ki, istə. Sən bacararsan lozunqların mənasızlığını və absurdluğunu anladım. Çünki əgər bu lozunqlar işləyirsə, bu həqiqətən belədir, yetər ki, istəməklə olursa, onda niyə çox adam bacarmır? Niyə bu bütün dünyada cəmi 1% insan gerçəkdən inkişaf edir, bir şeylər yaradır və həyatda istədiyi yerdədir. Yəni 1% balaca bir şey deyil. Yəni milyardlarca insanı nəzərə alsaq, bu yetərincə böyük bir rəqəmdir, amma yenə də çox kiçikdir. Düz deyilmi? Məncə bu lozunqlar və sən duran, yetər ki, istədiyin işi tap, missiyanı tap və sən heç vaxt yorulmayacaqsan, həmişə bunu istəyəcəksən, çox vacib bir nüansı, psixikada olan bir nüansı nəzərə almır. Və bu lozunqları irəli sürən insanlar məncə özlərində bunu tanımır, fərqində deyil. Çünki öncələr mən də o insan olmuşam. Yəni bu dəqiqə mən kimsəni günahlandırmıram, kimsənin bostana çatmıram. Mən o insan olmuşam. Zaten mən bunu gizlətmirəm də. Siz mənim köhnə videolarımı getsəniz, baxsanız, o coaching style olan videolarım, hamısı oradadır. Danışıq tərzimdən də, dediyim şeylərdən də görəcəksiniz ki, indikindən çox fərqlənir. Yəni mən özümdə onları orada həmişə qoyuram ki, unutmayım hardan gəlmişəm.
Biz elə bil ki, nəzərə almırıq bu teoriyanı irəli sürəndə ki, biz canlı və hiss edən varlıqlarıq, emosional varlıqlarıq. Sanki baxın, get sən edə bilərsən, bacararsan deyəndə insanın bir emosional dünyası nəzərə alınmır. Çünki bəzi insanlar o cümləni belə eşidəndə içində o boyda fırtınalar qoşur, o boyda qorxular qalxır ki, yəni necə bir dənə bu cümlə ilə mən özümü yarıb keçib bunu edə bilmərəm. Bu elə bir ki, heç bir nəzərə alınmır. Birincisi bu ki, biz emosional varlıqlar və bizim emosiyalarımız gün ərzində dəyişir. Nəinki həftə içində dəyişir. Gün ərzində fərqli səbəblərə görə o qədər dəyişir ki, və biz ilk növbədə onları tanımağa başlamasaq, daxili dünyamızı yəni tanımağa başlamasaq, biz heç bir zaman heç bir işi professionalcasına uzun zaman istəyərək edə bilmərik. Bu bir. İkinci nəzərə alınmayan tərəf və bu məncə ən vacib bir şeydir ki, bizim içimizdə bir tərəf var, bunu uşaq tərəfimizdə adlandıra bilərik, hansı ki, heç nə eləmək istəmir. Tənbəldir, axotu yoxdur. Yəni, bir növ inert olmağa, heç nə eləməməyə meyilliyi var. Əgər sən özündə bu hissəni tanımırsansa, onda müşahidə etməyə başla bu videodan sonra. Hal-hazırda məni dinləyirsən və düşünürsən ki, məndə yoxdur. Məndə çox klient bunu deyib ki, Aygün xanım, sizdən o qədər buna eşidirdim, amma görmürdüm özümdə. Amma indi nəhayət ki, görürəm və bunu görmək mənə çox kömək eləyir. Məsələn ki, mən özümdə görürəm ki, o tərəf var, bax, misal verim də, heç mi olmayıb sizdə, haçan ki siz, məsələn, bəlli bir, deyirlər, hətta 21 gün elə, sonra vərdişə çevriləcək, 3 ay elə vərdişə çevriləcək. Vərdişə çevrilir, amma daxil bir səs var. Hansı ki, deyir ki, yaxşı da, 3 ayda diyeta tutdum, 3 ayda çörək yemirəm, şəkər yemirəm, gluten yemirəm, falan yemirəm. Yaxşı, indi qabaq 4 stəkan kofe içirdim, indi 2 stəkan kofe içirəm. Yaxşı, bax, indi məsəl üçün mən 3 ayda dalbadal həftədə 2-3 dəfə video çəkirəm. Bunu edirəm, onu edirəm. Amma elə bu həmişə belə olacaq. Yəni, mən heç vaxt dincəlməyəcəm. Yəni, mən daima belə olacam. Yetişkin olmaq onda elə ömür boyu sürəcək bir şeydir. Bəs dincəlmək, bəs heç nə eləməmək. Yəni, həqiqətən dürüst ol özündən. Sən heç mi bu səsi eşitmirsən? Mən dünyada tək ola bilmərəm də bu səsi eşidən. Halbuki mən özümü tanıdığımdan bəri və məni tanıyan hamı bunu bilir ki, mənim qədər disiplinli insan bu dünyada azdır. Mən məqsəd yönlü olaraq məqsədimi qoydumsa, anlayıramsa, nə işsə edirəmsə, istər bədən, istər ruh, istər psixik olsun, mən davamlı edə bilirəm, disiplinli insanım. Amma bu səs məndə var. İndi bunu deyəndə siz nə yadıma düşdü? Yadımdadır ki, bu güclü, bu dominant hisslər, o heç nə eləməməyi uşaqlıqdan daha çox gəlirdi. Çünki orada biz heç nə eləmirdik. Sanki mühüm məsuliyyətlərdən azad idik. Yadımdadır, uşaq idim. Bəlkə də, nə bilim, mən çox az şey xatırlayıram məktəb illərindən. Amma bəzi o güclü emosional olan şeyləri xatırlayır insan. Ona görə onlar o dominant xatirələrdir. 5-ci sinif olardı ya, nə etsə də. Yadımdadır ki, dərs eləmək lazım idi. Nə bilim, növbəti günə nə qədər dərs vermişdilər. Mən də axotum yox idi, istəmirdim eləmək. Bir də belə qonaq otağından keçirdim. Anam oturmuşdu, televizora baxırdı. Axşam vaxtı idi, bir 6-7 olardı. Və mən indiyənə kimi xatırlayıram millət. Mən baxırdım, belə bir paxıllıqla baxırdım anama və o cümlə belə bir dəqiqə mənim beynimdə yadımdadır ki, deyirdim, eyb yoxdur, mən də böyüyəcəm, mən də oturacam belə televizorun qabağında pultla və heç nə eləməyəcəm. Yetər ki, o günə gəlim çatım. Təsəvvür edirsiniz? İndi əlbəttə ki, başa düşürəm ki, necə ağılsız idim. Mənim anam 4 uşaq anası idi. Yəni, 4-cü olandan sonra işdən çıxdı. 3 uşaq anası olanda full time işləyirdi, yəni daimi işi var idi. 3 uşağa baxırdı. Yemək pişirmək, ev yığışdırmaq öz yerində. Özü o vaxtlarda bizim kimi indi fürsətlər və şəraitlər yox idi. Və mən uşaq ağlımdan ona baxırdım, mən paxıllığım tuturdu ona ki, o heç nə eləmir. Görürsünüz necə belə absurd, uşaqcasına bir interpretasiyadır.
Amma mənim o tərəfim güclü də axı uşağam. Mən elə gəlir ki, anam işini eləmir, kef eləyir. Mən isə məcburam burada işləmək, məcburam burada oxumaq. Və deyirəm, eybi yoxdur, döz, Aygün, gələcək o gün və sən də heç nə eləməyəcəksən. Bax, çalış xatırla özündə bu halı. Çünki sən bunu görməsən, bu sənə bir növ kör bir nöqtə kimi sənin psixikanda qalacaq və qoymayacaq sənə davamlı olub irələmək. Mən bunu özümdə görürəm və tanıyıram deyə bu mənə mane olmur artıq. Mən onu seçməməyi bacarıram. Çünki eyni zamanda mənim yetişkin tərəfimdə var. Harda ki, mən həyatda qalma instinktim qoşulur. Harda ki, mən başa düşürəm ki, mən onu seçsəm, mən dibə gedəcəm. Sıfıra inəcəm. Mən bir növ yaşım artacaq, amma psixikam, şuurum dığranıb uşaq halına gələcək. Və mən bu həyata heç bir qatqım ola bilməyəcək. Özümə, ailəmə, sizlərə heç bir qatqım ola bilməyəcək. Mən bunu çox gözəl anlayıram. Və mənim yetişkin tərəfimdən bu videoları çəkməyə, bir şeylər yaratmağa, özümü bu həyatda bir cür ifadə etməyə, insanlığa bacardığım qədər xeyir gətirməyə, qulluqda olmağa istək var. Yetişkin tərəfimdən. Uşaq tərəfində bundan heç biri yoxdur. Mən də hamı kimi heç nə etməmək istəyirəm. Və mən o videoda bundan danışırdım. Və indi qayıdaq mövzumuza. Sevdiyin iş tapanda belə olacaqsan. Bu mənim sevdiyim işdirmi? Həyatda gördüyüm bütün işlərdən ən sevdiyim budur. Yəni o dərəcədə ki, mən düşünürəm ki, artıq bu işi mən ömrümün sonuna kimi edə bilərəm. Etməyə düşünürəm. Ona görə də gedib yenidən hətta universitetə qayıdıb, baxmayaraq ki, bakalavrum, magistrum da var, tamamilə yeni bir təhsil almağa düşünürəm. Yəni o dərəcədə sevirəm bu işi. Bu sevgi ilə əlaqəsi yoxdur. Bu daha çox bu kör nöqtə ilə əlaqəlidir. Və məncə eyni zamanda da çox insan dürüst ola bilmir sosial şəbəkələrdə. Hətta coachlar, məsəl üçün mənə bir klient gəlmişdi, bir müddət hansısa psixoloqla mı, coach, bilmirəm kimdən işləyirdi, xatırlamıram. Bir il öncə olub bu. Deyirdi ki, Aygün xanım, bəs mən neçə vaxtdır bu tənbəlliyimlə, bu disiplin məsələsini işləyirəm, məndə alınmır, eləmir. Məsələn, deyir, mən coachum deyir ki, o daima durur, hər şey eləyir, mən də dinlədim, mən dedim ki, siz məndən uzun zamandır, deyirəm, hə, yəni görürsünüz, mən necə stabil olaraq paylaşıram, daima Instagramdayım, bütün şey, deyir, hə, mən də ona bax, bu, elə necə danışdığım məsələləri danışdım ki, mən o emosional proseslərin hər dəfə üzərindən gələrək bunları edirəm. Və inansız qıza birdən belə çox güc gəldi, rahatlıq gəldi, çünki o gerçəyi öyrəndi. Deyir ki, mən artıq özümü bir gic kimi, bir lox kimi hiss eləmirəm ki, burada hamı belə superdir, puperdir, disiplindir, tullanır kravatından, oturur belə şak başlayır danışmağa və nəyəsə yaratmağa, bir dənə mənəm hansı ki, bu əngəllərdən keçirəm. Yox, tək siz deyilsiniz. Dürüst olan insanlar bunu etiraf edər. Mən bu videoları çəkmək istəyirəm. Amma hər dəfə mən düşünəndə ki, ay Allah, mən durmalıyam. Nə bilim, indi bu mənim sizə qarşı olan bir növ hörmətimdir də. Özümü bir normal vidə salmalıyam. Biraz, nə bilim, make-up'ımı eləməliyəm. Sizə deyirəm, bir-iki nə videoda bunu qeyd eləmişəm. Elə gələ bilər ki, Aygün oturdu və başladı danışmağa. Yox, bax, bu videonu burada danışmaq üçün mən içimdə bu mövzunu bəlkə də illərlə yığıram. Amma eyni zamanda həftə boyu mən bunu not yazıram. Sonra otururam, beynimdə strukturlaşıram. Sonra görürəm ki, xoşuma gəlmir. Deyirəm ki, Aygün, sən indi nə ötürdün insanlara? Görürəm ki, yox, istədiyimi ötürə bilmədim. Təzədən onu beynimdə fərqli qururam. Və siz bir dəqiqə təsəvvür edə bilirsiniz. Yəni, ilk nüansı nəzərə alsaq, emosiyaları nəzərə alsaq, mən nə qədər emosional proseslərdən buradan keçirəm. Xoşum gəldi, gəlmədi. Özümə belə dedim, sonra belə dedim, sonra bunu oldu. Yəni, o fokusu və konsentrasiyanı, o oturub belə düşünürsən, o bir şeyi doğmağa, yaratmağa çalışsan, bu həqiqətən, əgər aranızda analar varsa və təbii doğumdan keçibsə, mən 2 dəfə bundan keçmişəm və insan orada, həkim də deyir, fokus ol, konsentrasiya ol, bu dəqiqə itələməlisən, çıxartmalısan da uşağı bir növ. Bax, o nə qədər enerji, nə qədər emosiya tələb edir. Bax, bir şeyi həyatda yaratmaq üçün eyni, özəlliklə də, yəni copy-paste, hardansa kopyalamırsansa, özündən doğrudan bir şeyləri oxuyub, anlayıb, həzm edib, yaradıb
ortaya qoymağa çalışırsansa, bu çox çətindir. Emosional olaraq çətindir. Oturub düşünmək, nəsə səni yayındırır. Bu fokuslamaq, emosiyaları hiss eləmək çox çətindir. İstəyirsən oradan qopasan, gedəsən daha yüngül, daha rahat bir şeylər edəsən. Bu barədə mən danışırdım. Və məncə özəlliklə ilkin etaplarda, 1-2 ilə haçan ki insan ayağı üstü durmağa başlayır, bu prosesləri kökləndirməyə yolundadır. Bunları yaşayır. Sonra daha asan olurmu? Olur. Baxın, ən azı 3 ay belə götürsəm, mən stabil olaraq YouTube-da videolar buraxıram. 3 ay yox, 4-cü ayda gedir. Və mən indi görürəm ki, artıq mənə nə qədər daha asandır videoları eləmək, nəinki öncə. Amma hər dəfə içimdən o səs gedirmi ki, axı yoxdur, bəlkə bugün eləməyim, bəlkə ikinci gün eləyim. İkinci gün eləyim. Hətta olsun, bu həftə bir dənə video buraxsam, onsuz da kimsə fərqində olmayacaq. Baxın, gör ki, hamı sənin videoya baxır ki, nə edir ki, belə səslər oyanmaz. Sonra deyirəm, yox. Mən bu stabil olaraq eləyirəm. Bu, məsələn, YouTube alqoritm üçün lazımdır. Bu məni daima fokusda və inkişafda saxlayır. Fikirlərimlə çox da onları paylaşmaq istəyirəm. Özümü qaytarıram bir növ reallığa, yetişkin halıma və bunu çəkirəm. Bunları hamısını edirəm. Yəni, qayıtsaq xanımın verdiyi suala. Proses belədir. Getdikcə yüngülləşirmi? 100% yüngülləşir. Çünki insan o tərəfini seçməyərək onun ölçüsünü və intensivliyini azalda bilir. Əgər məsəl üçün bəzi insanlarda o tərəf çox güclüdür, hansı ki heç qoymur heç nə eləməyə. Heç qoymur ki, anlamağa ki, nə bilim, yetişkin olmaq lazımdır, bu həyatda nələrsə eləmək lazımdır ki, mən burada divanda bütün gün oturub heç nə eləməməyim, ya da bu işmə etdiyim yalından belə nifrət eləərək işləməyim falan filan, bunlar hamısı üzərində işlənəcək proseslərdir. Görürsünüz, orada ölçüsü böyüdür. Orada insan elə ki, həqiqətən ona qarşı gələ bilmir, heç nə elə bilmir. Amma yavaş-yavaş onun üzərindən işləyincə, bu prosesləri anlayanda insan 3 il, 5 il, 4 il eyni şeyləri elədikcə əlbəttə ki, proses yüngülləşir. Amma o səs varmı? Var. Ona görə də bilirsiniz, misal vermişdim. Yəni, indi mən bu bədəndə və bu çəkidə olmaq üçün görə ömür boyu yaxşı qidalanam. Belə, oh my god, yes. O fikir görürsünüz necə ağır gəlir. Yəni, ay gün, mən özümə deyirəm, indi gərək mən də həmişə videolar çəkim, həmişə paylaşımlar eləyim ki, mən followerlarım bezməsin, marağı olsun, yeni insanlar gəlsin və mən aktiv olum və mənim beynim tənbəlləşməsin, işləsin. Ölənə kimi bunu etməliyəm. Yes, bəli. Və bu fikir o bir tərəfə elə bir ki, oyda mən heç vaxt dincəlməyəcəm kimi, yəni bu heç vaxt bitməyəcək kimi, görürsünüz, o tərəfə bunlar etmək hamısı işgəncə kimi gəlir. Amma o bizim o ideal axtarmağa, ideal həyat, rahatlıq, nə qədər, hətta bəlkə Sualım var rubrikasını izləyirsinizsə, orada rahatlığa çatmaq istəyirəm. O rahatlıq adlandırılmaz, həmən bu o yerdir, harada ki mən çatdım və indi mənə hər şey asan gəlir. Hər şey öz-özünə olur. Hər şey tez bazar çaq-çaq olur. Yox, olmur. Çünki mənim 5 il sonra çəkdiyim videolar dəyərlidir, önəmlidir. Eyni fokusu, konsentrasiyanı və dəyər qoyma qatqısını tələb edir. Hansı ki, indi. Sadəcə proses yüngülləşir. Bayaq dediyim faktlara görə. Amma o tərəf hansı ki, axtarır rahatlığı, hansı ki, mən uşaqlıqda da düşünmüşdüm. O elə hey axtarır, dinləyir o, sevdiyin işi eləyəcəksənsə, vaxt keçəcək, vaxt daha tez keçir. O həqiqətən elədir. Çünki insan sevdiyi işlə məşğul olanda daha da çox dərinə getmək istəyir, daha çox araşdırmaq istəyir. Bir də gördüyün vaxt gedir, o doğrudur. Amma asandırmı, yüngüldürmü? Yox, bu olmayacaq. Bu olmayacaq və nə qədər tez bu işimizdəki rahatlığa çıxmaq istəyini, heç nə eləməmək, inert olmaq tendensiyamızı, tənbəl olmaq tendensiyamızı tanısaq, o qədər tez bir növ barışa bilərik ki, irəli getmək üçün biz daima hərəkətdə olmalıyıq.
o bizi bir növ geriyə çəkən o hisslər var, ondan biz bir addım qabaqda olmalıyıq. Heç olmasa ən azı bir addım qabaq olmalıyıq. Yoxsa o istəklər, onlar çox güclüdür, çox dominant uşaqlıqdan gələn bütün ona görə o travmalar, bütün yaşanmışlıqlar bu dərəcədə təsir var adam üzərində. Çünki uşaqlıqda ən güclü emosiyalar yaşamışıq və onlar dominantdır. Onlar bizi həmişə geri çəkəcək. Nə qədər məsələn travmalar götürsə, insan nə qədər istəsə irəli getmək, artıq buna baxmamaq, işlə məşğul olmaq, o görürsüz onlar elə bir ki çəkir. Bu qədər demək istədiyim budur. Əgər yenə də bu mövzu barədə sualların qaldısa, mütləq aşağıda paylaş, şərhlərdə sevə-sevə açaram və sizin bu suallarınız, fikirləriniz həqiqətən görürsüz, yeni videolara bir yol açır, mənə kömək eləyir, daha ətraflı düşünmək, hansı nüansı siz deyirsiniz, hansı ki mən düşünməmişəm və oturub onun üzərində düşünərək yeni bir fikirlər ortaya çıxartmaq olur. Kanalıma abunə olun, like'larınızla, şərhlərinizlə dəstəkləyin. Bu mənim üçün çox önəmlidir və həmişəki kimi gələn həftə görüşərik. Sağ olun.